Emil Rasimoğlu'dur, o da şairdir, çox istedadlı gəlmişsiniz insandır. sizə. Bizim hər zaman kimi çox hörmətli qonağımızdır. Təşəkkür edirəm. Və Doğma kanalının çox milyonlu izləyicisinin sevimlisi olan Mirqasım bəy Mir Yusufoğludur. Təşəkkürlər. Bəli, ötən Sabahınız həftəli xeyir verilişimizdə olsun. olmuşdu və yenidən tamaşaçıların istəyirək yenidən efirdədir. Hər birinizi salamlayırıq, xoş gördük, söylüyoruz. Və mən istərdim mövzumuzu xatırladım Əli. Daha sonrası növbəti qonağımızı təqdim eləyərsən, elə öz musiqisi ilə gələr. Təbii ki, tamaşaçılarımızı salamlayır. Biz bu günləri istedaddan danışacağıq, Rəfiq müəllim. İstedaddan danışacağıq. O istedaddan ki, insanda yəni Allah vergisidir və fitrən gəlir insanda. Yəni bunun daxilində gəlir. Necə deyirlər, quyu sökməklə quyu dolmur və o istedad da mən düşünürəm ki, insanın daxilində olmalıdır. Fərqi yoxdur hansı sahə olursa olsun. Bu incəsənət sahəsində də ola bilər, incəsənətdən kənar da ola bilər. Yetər ki, insanın içində istedad olsun. Və mən düşünmürəm ki, hər hansısa bir insanda müəyyən sahəyə qarşı istedad olmasın. Əgər yoxdursa, bilmirəm, artıq o insan həyatda mövcuddurmu, ya yox. Bu istedaddan danışacağıq, istedadın formalaşmasından danışacağıq, ümumiyyətlə istedada qayğıdan danışacağıq, istedadlı insana dəstək olmaq lazımdır və o istedadı tapıb qabartmaq lazımdır, araya ərsəyə gətirmək lazımdır və istedadlı insanları hər zaman önə çəkmək lazımdır. Onlar hər zaman dəstək gözləyirlər, dəstək istəyirlər və təbii ki, bu haqda fikirlərinizi bölüşəcəksiniz, hər biriniz bizim haqda bizimlə gözəl şeirlər söyləyəcəksiniz və növbəti qonağımıza təqdim elə Əli zəhmət olmasa. Bizim növbəti qonağımız musiqili qonağımızdır. Onu hər biriniz deyər. Bəlkə də bir çox insan onu tanıyır. Mən də tanıyıram, onu şəxsən tanıyıram. Çox istedadlı insandır. Müğənni Balakişi Saatlı gəlsin, buyursun öz musiqisi ilə. Gəlsin, ifası ilə, bəli.
minnətdarıq, çox sağ olun. Buyurun, əyləşin, zəhmət olmasa. Buyurun, əyləşin burada. Necəsiz? Necəsiz? Siz necəsiz? Çox sağ olun. Əyləşin, əyləşin, problem yoxdur. Buyurun. Sabahınız xeyir olsun deyirəm. Təşəkkür edirik. Bütün bizi dinləyən tamaşaçılara heyəti salamlayıram. Çox sağ olasın. Başda Ramiz müəllim olmaq şərti ilə baxımlı kanala məni dəvət elədiyinizə görə sizə çox minnətdarlığımı bildirirəm. İnşallah o birisi kanallarda görüşənəcəm. İnşallah, Məndən inşallah. burasın. Təşəkkür ederim. Rafiq müəllim, bu günləri mövzumuz istedaddır. İlk olaraq sizi salamlayıram və gəldiyiniz üçün dərin təşəkkürlərimi bildirirəm. Bu günləri söylədilər ki, Rafiq müəllimi, söylədim ki, Rafiq müəllim dəvət etmazımı, söylədilər ki, mövzunu sevgidən qoyaq, dedim, bəsdir, yetər. Rafiq müəllimi illərdir tanıyıram, illərdir sevgi mövzusuna dəvət edirəm. Bu dəfə də fərqli bir mövzuda dəvət edirəm və bu günləri istedaddan danışırıq və mən bilirəm ki, sizin ətrafınızda yetərincə istedadlı tələbələriniz var və onların, belə deyim də, o göz önünə çıxmasında sizin də hazır olunuz yoxdur. Xahiş edirəm, fikirlərinizi bildirim. Təşəkkür edirəm, Əminə xanım. Siz mənə zəng eləyəndə heç mövzu demədiniz. Bəli, demək. Mən həmişə özümlə yazılar gətirirəm. Mövzularınızı elə dəyişirsiniz ki, o yazıları açmağa ehtiyac olmur. Və yaradıcı adam bəlkə də istedadla bağlıdır. Orada sən istedad deyəndə, istedad sözünün ilk dəfə bir çalarını gördüm. O çalar da ondan ibarət edir ki, söz adamı sözlə oynayır, sözlə oynayan uşaq kimidir. İstedad, istidad. Belə bir söz gəldi mənim ağlıma. Doğrudan da istidad olmur hər sözdə. Doğrudan da istidad olmur. Və yadıma gözəl şairimiz Mikail Müşfiqin bir şeiri düşdü. O deyir ki, anasız çocuğa dayə gərəkdir, şairə ilhamdan maya gərəkdir. Şairəm söyləyir yerindən duran, adamın üzündə haya gərəkdir. İndi elə bir zamanda yaşayırıq ki, çox təəssüf ki, elə bir zamanda yaşayırıq ki, imkanlarımız genişlənib, özümüzü yaxşı cəhətdən göstərməklə bərabər pis cəhətlərdən də göstərmək imkanımız var. Pis cəhətdən, yəni nə mənada deyirəm, o yenilik hər dövrdə olur. Bütün dövrlərin insanları təzə olduğu kimi, onların sevgisi də təzədir, onların uyumu da təzədir, hər şey yenidən başlayırlar. Bir problem ondan ibarətdir ki... Sevgisi təzədir nədir, Rafiq müəllim? Sevgisi təzədir nədir? Sevgisi təzədir o mənada ki, sən bugün doğulmusan, sənin sevgin təzədir. Mən bugün doğulmamışam, amma yeni mənim sevgim təzədir. Çünki sən mənim sevgimi təzəliyirsən. Bu cavabı almaq istəyirdinsə, dedim. Xeyr, başqa cavab almaq istəyirəm, buyurun. Deməli, Məhməd Arazın da bir sözü var, deyir ki, istedad elə bir toxuma bənzər, göyərər bir quru daş üstündədir. Sən də sosial şəbəkədəsən, məni də tələbələrim qoşublar olan, dostluq eləmək istəyənlərin hamısı ilə dostluq eləmək istəyirəm, dostluq eləmək istəmədiyim bir təbəqə var. Elə görürəm, şairli qəbul eləmirəm. Səbəbini deyim, doğrudan deyirəm, həqiqətən deyirəm. Çünki o qədər istedadsız şairlər var ki, sözləri qafiyələndirməklə, nə bilim, neynəməklə, elə bilirlər ki, şairdir. Və qəribə baxırsınız mənə, doğrudan deyirəm, həqiqi sözümdür. Bir var profesional, bir var sözü bilən, bir var sözün o üzünü, bu üzünü bilən adam, bir də var elə başlayıb yazan adam. Başlayıb yazır, deyir, ilham gəlir və s. Və belə bir söz deyirlər, istedad haqqında deyirlər ki, əsas istedaddır da, doğrudan əsas istedad. Toxumdur. Qarğa yumurtasında bülbül çıxmaz, heç vaxt. İstedadsız adam yoxdur. Allah Teala hamını istedadlı yaradıb. Söhbət bundan gedir ki, sən o istedadınla bağlı olan yerə mi getmirsən, yoxsa o istedadınla bağlı olmayan yerə getmirsən? Rafiq müəllim, çox üzr istəyirəm, davam eləyəcəksiniz dəyərli fikirlərinizi. Amma mobil operatordan zəngimiz var Siyəzəndən, Ramin bəy xətdədir, tamaşaçımızı gözlətməyək. Qəbul. Alo. Alo. Sabahınız xeyirli olsun. Ramin bəy. Gününüz uğurlu olsun inşallah. Sabahınız xeyir olsun. Gözəl qonaqları da salamlayıram. Hər birini salamlayıram. Mövzu çox gözəl mövzudur, istedad. Yəni, Azərbaycanda çox gözəl istedadlı gənclərimiz var. Mən deyərdim, Allah olaraq hamısına yar olsun inşallah. Amin. Hər birin o istedadlı gəncləri
yəni yönləndirmək lazımdır, qabağa çəkmək lazımdır, göstərmək lazımdır. Sadəcə olaraq onu demək istəyirəm ki, çox gözəl mövzudur. Sizə minnətdaram ki, belə bir mövzular dəyərləndirirsiniz, belə bir verilişlər dəyərləndirirsiniz. Çox sağ olun, minnətdaram. Təşəkkür edirəm, minnətdaram, çox sağ olun. Bütün seyircənlərə də salamlarımızı Mənim bir təbrikim var. Buyurun. İnşallah ayın 24'ü Füzuli'də Qazaxlar kəndində bizim Vahid kişinin oğlu Zabilin toyu da Allah qoysa. Mən onu da indidən təbrik edirəm. Xoşbəxt olsunlar. Və o gün olsun ki, o toylardan, şahtılardan bütün Qarabağımızda olsun. Amin inşallah. Və orada mənim bir dostum var, Mehralı, onun oğlu Vəlinin toyunda inşallah. İnşallah, inşallah. Təşəkkür edirəm, minnətdaram zəngizə görə, çox sağ olun. Buyurun, Rəfiq müəllim, davam edin. Demək, o sözümün kökündə dayanan nədir? Əminəm. Bilirsiniz, istedadlı adam olmaq olar. İstedadlı adam olmaq olar. İstedadla da ucalmaq olmur. Bəzən elə olur ki, dünyanın elə gözəl bulağı olur ki, kol dibindədir. Dünyanın elə gözəl çiçəyi var ki, bənövşə kol dibindədir. Amma eləsi var ki, üzə çıxır. Bunlar, yəni istedad hələ kifayət eləmir. İstedad saf toxumdur. Bu hara düşür? Hansı ustadın əlindən keçir? Nəyi öyrənir, nəyi öyrəndir? Öyrənməyə, yazmaqdan dəhşətli bir şey yox. Öyrənməyə, yazmaqdan dəhşətli bir şey yox. Mən yadıma, həmişə tələbələrimə də deyirəm, qəribə bir rəvayətvari bir söhbət düşdü. Bəlkə də yerinə düşür, ona görə deyirəm. Demək, mənim əmim qohumlarından biri haqqında danışırdı. Deyir ki, bunun atası, anası rayonda yaşayırdı, özü burada neft sənayesində Sovet dövründən söhbət gedir. Hələ televizyonun olmadığı bir dövrdən söhbət gedir. Ana rəhmətə gedib, ata qalıb kənddə. Cəmaat hamı bansıyır ki, ayıbdır, yeşə kişidir. Bir kişi qalıb damın altında bunu gətirirlər. Axır ki, bir təhər kişini dilə tuturlar. Bu kəndə, təsərrüfata, təbiətə öyrənən adam şəhərə gəlmək istəmir. Bir güclə gətirirlər bura. Gələn kimi kişinin adı Məmmədqulu olur, deyir ki, Məmmədqulu, mənə bir iş tap şəhərdə işləyir. Deyir, ay kişi, mən sənə nə iş tapım? Özdə Axundov kitabxanasının yanında, Xaqani 39-da yaşayırmışlar. Mən nə tapım sizə, nə iş tapım, nəsə mümkün olmur. Qızlarına deyir ki, babanız burada darıxır, siz onu aparın teatra. Opera teatrı da bir tim o biri tərəfdə. Axundov kitabxanasının arxa tərəfində. Aparın ona, başı qarışsın da. Bunun özü də gedir, Leyli və Məcnun tamaşasıdır. Təsəvvür edin ki, cəmaatın kövrək vaxtıdır. Nəinki internet, televiziya görməyən cəmaatdır. Elə bir kövrək bir məqamda birdən qışqırır ki, Məmmədqulu tapdım. Kənd adamları biraz bərk danışırlar, şəhər adamları yavaş danışırlar. Hamı dönür, baxır ki, Məmmədqulu görəsən, nə istəyir bu? Deyir ki, ay kişi, nə tapdın? Deyir, orada o kişi var, mən özümə iş tapdım. Onu düzəltsən mən işləyərim. Deyir, nə iş? Baxır ki, dirijor çubuqla, deyir, mən o işi bacarım. İnanın ki, indi yazanların bəlkə 80% ilədir. Rafiq bəy, İnanın ki, təşəkkür edirəm sizə. Çox özür istəyirəm, Qobustandan bayaqdan tamaşaçımız gözləyir, qəbul eləyək. Alo. 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 Bəli. Alo. Bəli. Salam aleyküm. Aleyküm salam. Alo, salam aleyküm. Aleyküm salam. Mən Qabustan rayonunun Poladlı kəndindən sizi narahat eləyirəm. Xoş, buyurun. Mövzudu çox bəyənirəm, daimi dinləyəcəm. Televizorun səsi zəhmət olmaz. Azadın biz sizi rahat eşdi. Təbrik eləyirəm, çox sağ olsunlar, çox gözəl mövzuya qoşulublar. Minnətdarıq. Mənim bir xahişim var. Buyurun. Sizdən. Buyurun. Alo. Buyurun, eşidirik, buyurun. Alo. Ay qardaş, eşidirik sizi, buyurun. Mənim bugün nəvəmin 10 yaşı tamam olur. Öz adımı qoymuşam. Xahiş eləyirəm o gözəl xanımdan onu oradan səsləndirsin. Onun adı Əbildir.
Baş üstə, təbrik edirəm əzizi. Böyük oğlan olsun, xoş günlərin görəsiniz. Təşəkkür edirəm zənginizə görə, izlədiyinizə görə minnətdaram. Bütün ailənizə salamlarımızı göndərik. Xoş günlərin görəsiniz inşallah nəvənizin. Və elə nəvənizin simasında bütün doğum günü olanlara təbrik edirik. Minnətdarıq zənginizə görə. Rafiq müəllim, söz kəsməyi qəti surətdə sevmirəm, böyüklərin hələ sevmirəm. Sadəcə olaraq məcburiyyətdən də üzrlə hesab edəsiniz. Təbiidir. İndi söhbətimiz maraqlıdır. Bəli. Maraqlıdır və ağrılı yerdir, ağrılı məqamdır. Tutalım, misal üçün deyirəm, böyük Mirzə Fətəli Axundov, böyük Məhəmməd Füzuli haqqında deyir ki, Füzuli şair deyil. Olsa nazim-il ustaddır, yəni nəzmin ustadıdır. Bu sözün çox incə mənası var. Nəzm yazmaq olar, şeir yazmaq olar. Çox təəssüf ki, İndi yazanlar, qafiyə quraşdıranlar, nə bilim, neynəyənlər, səhərəcən oturub yazaram elə şeirlər. Səhərəcən, axşamdan səhərəcən. Bunu o dəqiqə deyirlər ki, bu şeirdir. Mirzə Fətəli Axundov, Məhəmməd Füzuli şair saymırdı nə mənada? 19-cu əsr maarifçilik əsridir. Yəni o mənada deyirdi ki, şeir insanlara kömək eləməlidir. Onların mənəvi tərəqqisinə kömək eləməlidir. Amma Füzuli elə böyük bir sənətkardır ki, mən həyatım boyu Füzuliyə borçluyam, Füzuli sənətinə borçluyam. Uşaqlığımdan tutmur. Ta bu günümə qədər Füzulini oxuyuram, sevirəm, ondan öyrənirəm. Mənim yadıma düşür ki, uşaq vaxtı mənim babam, Molla Nəsrəddinci şair, İstod təxəllüsü ilə orada şeirlər yazır. Rüştəvan Kərimov belə bir sözü deyirdi, Füzulidən eşitmişdim. Füzuli Dərdəlindən dağa çıxdı, dedilər, Bəxtəvər yaylağa çıxdı. Onda başa düşmürdü bu nə deməkdir. Bir müddət keçəndən sonra elə oldu ki, ali məktəbə qəbul oldu. Elə oldu ki, bizim televiziya məkanında məşhur olan adamlardan biri, Yusif Günaydının atası mənim müəllimim oldu. Klassik ədəbiyyatdan dərs deyirdi, bu Füzuliyə olan sevgimi biraz da artırdı. Təsəvvür edin ki, bu sevgi o qədər gəldi ki, məsələn, yeri düşür bəlkə belə ilk şeir olsun, Füzuli meydanı adlı 19 yaşında bir şeir yazmışdım. Nə idi bu Füzuli meydanı? Füzuli meydanı elə şeir meydanıdır. Füzuli meydanı sənət meydanıdır. Görüş yeri təyin etdik, Füzuli meydanını. Unutmaq olar mı o görüşün tək bir canını? Gözlər, ürəklər danışdıq meydanda, məhəbbət çırağı alışdıq meydanda. Həsrətlə süzürdüm sevdiyim gözəli. Bu dəm səsləndi qulağımda Füzuli qəzəli. Məhəbbət yolunda əridi gilə-gilə, şam kimi, kim deyir o yanmadı, o yatdı qəlbimizi fəqanı, qara bəxti o yanmadı. Elə bir şeir oxuyurdu, başını, şəbi hicranı dinləyə-dinləyə, atdıq ayrılığın daşını, birləşdi əllərimiz peyman bağladıq, sevinç qəhəri boğdu bizi, ağladıq. Həsrət dolu misralar, həsrət qəlbimizə axdı. Füzuli meydanı, məhəbbət dünyasının paytaxtı. Bu söz çox yaraşır ona. Sevməyi bacarmayanlar, şeirə biganələr girməsin meydana. Mən təsadüf edirəm. Bilirsiniz, ən dəhşətli şey nədir? Bax, bugün müstəqilliyimizin 25 illiyini qeyd eləmişik, gəlir. Azərbaycan Milli Elmlər Akademiyası müstəqillik illərinin Azərbaycan ədəbiyyatı adlı 2 ciltli samballı bir kitab çap edib. 2 ciltli samballı bir kitab. Mən fəxr edirəm ki, onun 2-ci cildində mənim haqqımda da o şey var. Yəni başqa məsələlərdə də var. Mənim haqqımda da 12 səhifəli bir o çek var. Məni maraqlandıran nədir? Maraqlandıran odur ki, istedadlı adamlar, belə bir söz var, deyir ki, mən həmişə uşaq vaxtından özümə həyat devzi seçmişdim o sözü ki, böyük şirlər deyir ki, madam ki, həyat mənim qarşıma çətinlik çıxardı, deməli, məndən böyük adam hazırlamaq istəyir. O adam ki, zəhmət çəkir, istedadın parlaması yolunda əziyyət çəkir, ona qatlaşır, təpədən dırnağa bu yola gedir. Belə sözün yaxşı mənasında o Şekspirin yanına bir nəfər gəlir, deyir ki, mən nəsə şeir yazıram, nə edirəm? Deyir, sən nə olmaq istəyirsən? Deyir, mən Şekspir olmaq istəyirəm. Deyir, mən Allah olmaq istəyirəm. Estağfurullah, məndən zorla Şekspir çıxdı. Səndən nə çıxacaq? İndiki zamanlar çox istedadlıdırlar. Çox istedadlı adamlar var onların arasında və mən görürəm, istəyirəm, onlardan oxuyanlar var. Dünya ədəbiyyatını oxuyanlar var. Bizim ədəbiyyatı oxuyanlar var. Amma elələri də var ki, elə deyirlər ki, yəni mən istedadlıyam,
istedaddan başqa heç nə lazım deyil. Adama elə deyil. Doğrudur. İstedad mütləq mühitə düşməlidir. İstedad mütləq cilalanmalıdır. İstedad hər şeyi öyrənməlidir. Məsələn, mən tələbələrimə həmişə deyirəm, şeirin iftidai qaydasını bilmir, şeir yazır. Azərbaycan dilinin qrammatik qaydalarını bilmir, söz sırasını bilmir, sözü harada işlətmək olar, harada işlətmək olmaz bilmir, şeir yazır və utanmaz deyir ki, mən şairəm. Doğru. Adama ağır gələn budur. Adama ağır gələn budur. Danışmağı bilmir, deyir mən aparacağım. Diksiyası yoxdur, deyir mən aparacağım. Orada böyle yaralı yerimiz bırakmıyor. Adi bir şey deyəndə, adam uşaq vaxtı, mən lap özümdən götürürəm. Cavan vaxtı elektrik qatarında Bakıya gedib gəlirdik də. Şeir oxuyurdum, istəyirdim biraz bəlkə oxuyam ki, qatarda olan hamı eşitsin. Biraz keçəndən sonra, indi utanıram şairəm. Şimdi çatdıra bilirəm. Aydın. Ona görə ki, ədəbiyyatı oxuyanda, dünyanı oxuyanda, sənəti oxuyanda, onda görürsən nədir? Bizdə təəssüf ki, istedadı ikicə sənət sahəsi ilə bağlayırlar. Bir müğənnilikdir, bir də şairlikdir. Ay kişi, o qədər akademiklər var ki, mənim gözümdən düşüblər. Şeir yazırlar. Mən bu ədəbiyyat tarixi dedim, unutdum bir məsələni. Allah can sağlığı versin, Teymur Əhmədov. Teymur Əhmədovun, demək, Azərbaycan Sovet yazıçıları adlı bir kitabı çap olmuşdu 86-cı ildə. Orada cəmi cümlətanı Azərbaycan Yazıçılar Birliyinin üzvü olan 300-ə yaxın adam var idi. İndi Teymur müəllimin kitabı dəfələrlə çap olunub. Yazıçılar Birliyinin üzvlərinin sayı 1500-ü keçir. Təşəkkür edirəm, Dafiq müəllimim sizə. Bəyəm bizim həyatımızın başqa sahəsi yoxdurmu? Başqa sahəsi yoxdurmu ki, istedad göstərmək zordur? Aparıcılıq istedaddır. Adicə şüşə salanlıq istedaddır. Adicə, nə bilim, teleaparat operatorlarımız istedaddır. Fotoqraflarımız istedaddır. Mühəndislərimiz istedaddır. Biz ancaq istedadı bircə şeylə bağlıyıq. Siz təsəvvür edirsiniz, elmi ilə, nə bilim, nəyi ilə, akademik zirvəsində yüksəlib, başlayıb şeir yazmaq. Mənim gözümdən elə düşür ki, onun akademik bilməklə şübhə eləyirəm. Şübhə eləyirəm mən. Doğrudan deyirəm. Üzr istəyirəm, çox gözəl təhlillədiniz. Lap elə ürəyimdən keçən sözlərin hamısını siz ifa elədiniz. Düz deyirsiniz ki, istedad öz yerini tapmalıdır. İstedad münbit yerə düşməsə, o istedad parlayıb özün təsdiq edə bilməz. Onu kəşf eləmək lazımdır. Bəli, istedadı kəşf eləmək və istedad özü çıxmalıdır, amma onun üçün şərait olmalıdır. Təəssüf ki, indi o şəraitlər yoxdur. İnsan özünü niyə tapa bilmir həyatda? Hər bir insanda istedad var, mən deyərəm. Olubsa şairlik yoxdur, gözəl bir maşın ustasıdır, yəni nəsə. Amma o özünü tapa bilmir, insanlar həyatda özünü onda tapırlar ki, özəl təsdiq edirlər ki, o ürəyindən keçir, istedadını yerinə düşəndə, münbit şəhərdə düşəndə, o özünü təsdiq eləyəndə, onda həmin o istedad üzə çıxır. Hər bir insanda bu istedad var. İstər şairlik, istər nə olursun. Amma onu təsdiq eləmək üçün, özün təsdiq eləmək üçün şərait olmalıdır. Doğrudur. İfa zamanı mənə gəlir, İfa deyil gəlsin, mi? çox maraqlı bir fikirlərinizlə, dəyərli fikirlərinizə görə minnətlər. Daha sonra davam eləyəcək.
minnətdarım, təşəkkür edirəm. Buyurun, zəhmət olmazsa, siz də fikirlərinizi bildirin. Mən də ilk növbədə həmçilərimi salamlayıram, sizləri salamlayıram. Çox sağ olun. Ekran qarşısında bizi izləyən çox sayılı tamaşaçıları salamlayıram. Təbii ki, həm fikirlərinə hörmətlə yanaşıram. Bugün elə bir mövzuya toxunmuşsunuz ki, əslində bu mövzu özündə olduqca çox böyük bir qolları birləşdirir, əhatə eləyir. İstedad deyiləndə biraz öncə müəllim və digər bəy biraz geniş şəkildə müzakirə açdı. Ancaq burada mən bir anlamı vurğulayım ki, var istedad anlayışı, var şəxsiyyət anlayışı, var istedadı şəxsiyyəti özlüyündə birləşdirən, əhatə edən cəmiyyət anlayışı. Bunlar ayrılıqda tam olaraq başqa-başqa mövzulardır. Amma birləşəndə yenə gəlir bir insanlıq anlayışına çıxır. Yəni, amma bunun bir qolu istedaddır. Təbii ki, istedad bir tək ədəbiyyat sahəsində deyil. İstedad eyni zamanda mədəniyyət sahəsindədir və bunların vəhdətində istedad ədəbiyyatı, mədəniyyəti birləşdirib mənəviyyata xidmət edən bir anlamdır, bir varlıqdır. Ancaq gəlin belə fərz eləyək ki, biraz öncə ola bilər ki, mənim düşüncələrim digər yoldaşlarının fikirlərindən bir araya gəlməz. O nöqteyi nəzərdən ki, bir onu vurğulayayım ki, bəli, bizim istedad nədir? Bir onu deyim. İstedad əslində kütlə psixologiyasından sənin fərqlənməyindir. Əslində istedad düşüncə inqilabıdır. Bəli, biz bunun adını, bizə ümumiyyətlə gəlib izahını tapmadığımız nələrsə var ki, biz bunların adını Tanrı anlamına gətirib çıxardırıq ki, bəli, Tanrı vericisidir, filandır. Ancaq əsla elə deyil. Bəli, bu istedad bəzən özündə hər bir insanda var. Bəli, bir fikri deyim, istedad bəzən özündə çox böyük bir heçliyi ifadə edir. Amma istedad bəzən özündə hər şeyi ifadə edir. Yəni, izaha gələ də bilir, gəlməyə də bilir. Fərdi baxışların yaranışından əmələ gəlir. Ancaq istedad birinci nə məsələsidir? Elmdən də qabaq. İstedad birinci cəmiyyətdən də qabaq, şəxsiyyətdən də qabaq, istedad düşüncə məsələsidir. Sən necə görə bilirsən? Əslində, gəlin, indi biz öz sahəmizdən danışaq, məsələn, ədəbiyyat sahəsindən danışsaq, mən bir mövzunun ətrafında istər nəsir, istər nəzim əhatə edib bir əsər ortaya qoyuramsa, mənim istedadım hardadır? O mövzuya mən Rafiq müəllimdən fərqli baxa bilirəm və baxış tərzidir. Elə bir fərqlilikdir ki, nə o məndən keçmişi ifadə edə bilir, nə də məndən gələcəyi ifadə edə bilir. Və məsələ burasındadır. Ancaq istedadın formalaşdırdığı cəmiyyət, burada şəxsiyyət anlamı gəlir. Şəxsiyyət anlamısa özündə nəinki istər ədəbiyyatçı ol, istər mədəniyyət işçisi ol, fərq etməz. Hansı sahənin adamı olursan ol, şəxsiyyət anlamı bir mənalı şəkildə, gəlin, məsələn, şairin özündən götürsək, nə bilim, qələmlə vərəqin, vərəqlə ürəyin, ürəklə düşüncənin, düşüncə ilə vicdanın səsləşməsindən gəlir şəxsiyyət anlamı, diyarlıq anlamı meydana gəlir. Televiziya ilə bu sabahın tamaşaçıların birbaşa canlı tamaşaçıların Şamaxıdan zəngimiz var. Qəbul edir. Şəmkirdən, olsun Şəmkir. Şəmkirdən Pərviz xəttədir. Alo. Alo, salam. Sabahınız xeyir olsun. Hər vaxtınız xeyir. Alo, salam. Hər vaxtınız xeyir. Salam, necəsiz? Yaxşı, sağ olun. Yaxşı, siz necəsiz? Sağ ol, yaxşı olasınız. Mən elə bu kanalda verilişinə baxırdım. Sizin aparıcı əlini gördüm, yəni çox sevindim. Təşəkkür edirəm. Əli, sənin yeni sənət peşə münasibətindən təbrik edirəm. Təşəkkür, çox sağ ol. Şəmkirdən zəng vurmuşam, tanıyırsınız məni, Sultanov Pərviz. Bir daha deyərdi, zəhmət olmasa nəsə tanıya bilmədim əslində. Sultanov Pərviz, Şəmkirdən. Sultanov Pərviz. Pərviz. Sultanov Pərviz. Salam olsun, sağ olun. Tanıdım. Əli ulduz xəstəliyə asılı var. Xidmət eləmişəm mən deyəsən, əsgər olmuşam. Pərviz bəy, sizsiz, yoxsa? Bəli, düzgün vurğuladı. Lap yaxşı. Təşəkkür. Sizdə necədir vəziyyət? Bu istedadla bağlı belə çox yaxşı bir tema qoymuşsunuz. Mənim çox xoşuma gəldi. Yəni, mən vurğulamaq istəyirəm ki, bu Əli də çox istedadlı uşaq olur, nümunəvi olubdur. Təşəkkür bizim sevimlimiz olubdur. Dərin minnətdarlığımı bildirirəm buradan sizə. Hər birinizə salam göndərirəm. Gördük, çox sevindik. Vallahi Mövzu ilə bağlı fikirləriniz... Orada da çox yaxşı istedadlı bizim şəxsləri dəvət eləmişsiniz. Və bayaqdan mən onların hər birinin çıxışına qulaq asıram. Çox dəyərli, çox önəmli sözlər deyirlər orada.
Mövzu ilə bağlı nə fikirləşirsiniz? Mən də bu hal-hazırda kollektivi yığmışam, başıma sizin verilişiniz veririk. Lap yaxşı, biz də hər birini salamlayırıq. Şəmkir rayonunun en salih hərbi hissəsindəndir. Nə gözəl. Biz də hər birinizi salamlayırıq. Mövzu ilə bağlı fikrinizi deyə bilərsiniz Pərviz bəy. Şəxslərin çıxışından yəni bu istedad şərait olan yerdə inkişaf eləyir. Və bizim o bizim ağsaqqallar da, böyüklər də çox yaxşı bu istedadla bağlı çıxış eləyirlər. Və biz də çalışırıq Təşəkkür edirəm. Çox sağ olun zənginizə görə, minnətdaram dəyərli fikirlərinizə görə. Salamlarımızı göndərib bütün Şəmkir əhlinə. Buyurun zəhmət olmasa. Fikirlərim yarımçıq qaldı. Yəni, bilirsiniz, mən yenə deyirəm, bu istedadın, ilk öncə istedad nəyi ifadə edir? Bəli, istedad odur ki, sağlam düşüncə və sağlam baxış sənin kütlə psixologiyasından bir addım qarşıda dayanmağın. Ancaq hansı şərtlərdən qarşıda dayanmağın, yenə dedim, o sağlamlığı özündə bir vəhdət təşkilli, birləşdirib ortaya qoyacaq nələrsə verə bilirsəniz əgər. Bəli, ancaq mən yoldaşlarının fikrindən o zaman razı deyiləm ki, biz bəzən artıq istedadı necə qələmə veririk, biz peşə ilə istedadı qarışdırmaq lazım deyil. Bu fotoqrafdır, nə bilim, bu dəmir ustasıdır. Bunlar hamısı peşədir, bu müəllimlikdir. Yəni o istedad deyilmi? Əsla, qəti şəkildə. İstedad deyil o. Əsla, fotoqrafdır. Bunlar hamısı peşədir. Peşə ilə istedadı qarışdırmaq ehtiyacı yoxdur. İstedad tamam başqa bir Yaxşı, gəlin belə danışaq. Siz həmin o fotoqrafın çəkdiyi kimi şəkil çəkə bilərsinizmi? Yox, o yenə deyirəm, fotoqrafın çəkdiyi şəkil budur ki, o da gedir bir müəllim yanına öyrənir. Bu sənətdir, sənətlə istedadı qarışdırmaq ehtiyac zərrə qədər. Əvvəla mən razı deyiləm. Mən də razı deyiləm. Nə mənada deyirəm? Ola bilər. İstedad elə təkcə şairlikdən ibarət deyil. Yox, mən axı vurğuladım. Şairlik demədim, mən fərq etmə, rəssamlıq özü də sənətdir. Razı deyirəm sizdən o vaxt. Razı deyilsiniz, ola bilər. Razı deyil. Şairlik özü də sənətdir. Baxın, müəllim, biz iz üstünə, bax, bayaqları gördünüz, siz indi bayaq formalaşdırdığınız fikri indi özünüz inkar elədiniz. Bayaq vurğuladınız ki, indiki dönəmdə çox saylı şairlər gəlib dırnaqarası filan, düzdürmü? Onlar nə zaman gəldi? Elə onlar şairliyə sənət deyəndə gəldilər. Onlar gətirdi şairi hara indirdilər? Onlar şairi indirdilər toyxana səviyyəsinə. Onlar şairi hardan gəlirdi bizə? Şairi dünya ədəbiyyatını göstərən Maykovskisindən, nə bilim, ümumiyyətlə ədəbiyyat hardan gəlirdi? Maykovskisindən gəlirdi, nə bilim, belə Dostoyevskisindən gəlirdi, Viktor Hugosundan gəlirdi. Bizim ədəbiyyatı göstərən hardan gəlirdi? Nizami idi, Füzuli idi, Nəsimi idi, Seyid Əzim Şirvani idi, nə bilim, Bəxtiyarı idi, Səməd Vurğunu idi. Ancaq bizdə gəldi, sizin dediyiniz o sənət anlamı meydana gələndə ki, şairi sənətdir. Bəli, artıq burada başladı, o sizin bayaq vurğuladığınız dırnaqarası şairi. Ancaq şairi o demək deyil axı. Şairi ayın görünə bilmədiyi tərəfini, görünə bilən tərəfini, görünə bilməyən tərəfdə ifadə eləmək cəhdidir. Bu bir. İkinci, bir də anlam dediyin, əgər bir şair bir ömür boyunda bir yaradıcıyla məşğuldursa, bu o demək deyil ki, o büsbütün, məsələn, gəlin fərz edək, Məmməd Araz 71 yaşına qədər yazıb yaradıb, düzdürmü? Bu o demək deyil, Məmməd Araz 71 yaşına qədər bütün yazdıqlarını Azərbaycan ədəbiyyatına verə bilib. Xeyr, Məmməd Araz 71 yaşına qədər 10 şeirdən bir şeir yarada bilib, bəli. O bir şeirə gəlib çatana qədər 10 şeirdə cəhd edib. Ədəbiyyata xidmət, mədəniyyət xidmət bəzində bir cəhddir. Nələrsə verə bilməsən də. Ancaq sizin o vurğuladığınız sənət məsələsi, bəli, bu günləri nəyə gətirib verdi? Mən həmişə Vaqif Səmədoğlunun bir anlamı deyim. Məsələn, bu mənim öz düşüncəmdir, subyektiv fikrimdir. Razılaşmaya da bilərsiniz. Vaqif Səmədoğlunun, məsələn, mənim üçün ən böyük uğursuzluğunu nədə görə bilirəm mən? Vaqif Səmədoğlu bizə, düzdür, nə qədər Azərbaycan cəmiyyətində o şairi ifadə eləsə də belə. Vaqif Səmədoğlu'nun Azərbaycan ədəbiyyatında mənim üçün ən böyük uğursuzluğu oldu ki, Azərbaycan ədəbiyyatında, Azərbaycan mədəniyyətinə gətirdiyi bir moşu obrazını verirdi. Moşu obrazı da özündən sonra nə qədər moşuları gətirdi çıxardı Azərbaycan? Ədəbiyyatına yox, bugün hamı ədəbiyyat adından danışır. Xeyr, ədəbiyyat tamam başqa bir sferadır. Yəni, ədəbiyyata cəhdə gətirdi çıxartdı. Ədəbiyyat adından danışmağa ixtiyarı verdi. Bax, onları verdi. Bugün mən yenə deyirəm, siz bayaq vurğuladınız, fotoqrafdır, nə bilim, bu, belə deyək, fotoqraf olmasın, laf qaynaqçı olsun, qaynaqçı olmasın, laf mühəndis olsun. Bunlar peşədir, bunlar ixtisasdır, bunlar sənətdir. Amma şairin bax, o bir çəkməşidir. Onu nə qədər öyrədirsən ki, bu çəkməni düzəltmək lazımdır. Onun canından gəlməsə o istedadı onu eləyə bilərmi? Mümkün deyil, qardaş. Ona da aydınlıq gətirib, icazə verir. Onlar dediyiniz bir anlam var, bu irsiyyətlə gələn bir anlamdır.
İrsiyyətlə gələn bir anlamdır. Təbii ki, baxın, görürsünüz, çəkməsinin oğlu çəkməsi olur filan. Ancaq bu nadir hallarda ola bilər. Mənim nəslimdə kökümdə elə sahənin, peşənin sahibləri var ki, mən onu bacarmıram. Hani bu təbiidir, bu yenə deyirəm, mənim babam da müəllim olub, mənim dayım da müəllim olub, mən müəllim ola da bilərəm, olmaya da bilərəm. Sadəcə bu mənim seçdiyim mövqedir, seçdiyim yoldur. Ancaq mənim atam şair olursa, mən şair olmalıyam və yaxud da mən onu özümə peşə bilməliyəm, bu tamam anlamda zəiflikdir. Ancaq dırnaqarası şairlər harada meydana gəlir? Bəli, bugün Rafiq müəllim şairdirsə, onun övladı gözün açır, Rafiq müəllim şair görür, deyir, mən də şair olmalıyam. Bunu endirdi peşə səviyyəsinə. Mən yenə deyirəm, burada dayazlıq dərinliyi meydana gətirmirəm. Ancaq şairlik. Görün bunun bir ixtisası varmı? Görün bunun bir akademiyası varmı? Bəli, məsələ də odur. Bəli, yoxdur. Ancaq sizin bəyək vurguladığınız o jurnalistikanın, sizin bəyək vurguladığınız o fotoqrafın, sizin bəyək vurguladığınız o müəllimi vurguladığı o mühəndisliyi. Amma mən onun dərsini nə qədər də keçsəm, o istedad o mənim canımdan gəlməsə, mən onu bacarmaram. Bax, sizinki dediyiniz gəlir bacarığa çıxır. Hanım, ədəbiyyat, düşüncə məsələsi. Bu sizin subyektiv fikrinizdir. Təşəkkür edirəm, fikirlərinizə hörmətlə yanaşıq. Gözəl ifa gəlsin, daha sonra şeir eşidəcəyik sizdən. Gözəl ifanıza görə. Hələ efir gedə-gedə ifa oluna mənə həmkarım söylədi ki, çox bəyəndi sizin ifanızı, təşəkkür edir və xahiş elədi ki, zəhmət olmasa. İnşallah sənin toyun olsun, sənin toyunda biz mütləq şəkildə xahiş edib gətirəcəyik.
toyunda ifanızı bəyəndi və söylədi ki, toyunda mütləq şəkildə gəlsin. Düzdür, hələ elə bir şey planda yoxdur, xəyal qurur da indi. Amma inşallah ki, olsun, Allah qoysa sənin toyun olsun, mən gətirəcəm, xahiş edəcəm və mütləq şəkildə gələcəm. İcazə versin əminə, bəlkə biz Balakişi müəllimdən də bir mövzu ilə bağlı fikirlərini alaq, görək nə deyir. Mikrofonu zəhmət olmasa yandıraq və danışaq. İstedad bəli. Bu Allahdan gələn bir şeydir. Mən belə eşitmişəm atalardan, babalardan. Yəni müəllim də çox böyük izah verdi, qardaşımız da çox izah verdi, böyük izah verdi. İstedad bəli, hər adamda ola bilir. Amma baxır, nə cür istedad ola bilər. İstedada amma olur, biraz da istedada kömək eləmək lazımdır. Yoxsa elə filan kəsin istedadı var, heç kim yaxın durmayır, nəsə maddi cəhətdən zəifdir, yaxın durmayır. Bu nə qayırmalıdır? Məncə ona kömək eləmək lazımdır. Bəli, istedada kömək eləmək lazımdır. Elə bilirəm ki, müəllim də razılaşar sözümüzlə. İstedada biraz kömək eləməz, biraz təkən vermək lazımdır. Məndən bu qədər. Təşəkkür edirəm, çox sağ olun. Bir lirika gəlsin, zəhmət olmasa. Emil bəy bir dənə şeir desin. Bir şeir dinləyək, zəhmət olmasa. Bəli. Bəlkə müəllim siz buyurasınız. Buyur, ben okudum hiç olmasa. Şeir söyleyecek. İsinə bilmirəm külqabların nəfəsində, şəkillərin qapısı açıq. Sən də özünü az bük uzaqlara, qarıyır gözlərində kör yuxular. Güzgülərdə od qalama, yanan qarın kürü olmaz. Bu səhər də göyərmədi divarda əkdiyim ömür. Yandır, külü göyərsin. Ürəyində qızıl balıq, əllərimdə ac tilov. Girib qara tabuta ayın ayağı altında yuxularımı qurban kəsirəm sənin adına. Yolun düşsə, tamına bax. Göy üzü də gül açmadı sinəndə. Süd dişindən qan damır adımın üstünə. Bir qadın bədbəxtliyidir hələ də dünyanın sən tərəfi. Hələ də bir ocaq közərir payızın dibində. Var olun. Buyurun, çox gözəl bir şeir idi. Çox sağ olun. İcazə versən əminə, mən bir sual verim Emil bəyə. Buyurun. Bəx vurğuladınız ki, istedad hər bir insanda var, amma insanlar bəzən istedadı olmayan bir yöndə məşğuldur. O da hardasa bir yaxşı görünmür ətrafdan. Yaxşı nəticə vermir. Yaxşı nəticə vermir əslində. Məhz bu insanda olan hər hansı bir istedadı ona deyərdim ki, onu kəşf eləmək üçün necə kömək eləmək lazımdır? Necə insan bilə bilər ki, hansı bir yöndə istedadlıdır? Çox sağ olun. İlk öncə bir anlam vurğulayım. Mən ümumiyyətlə insanda, hər bir insanda istedad var anlamı ilə ümumiyyətlə razı deyiləm. Bu tam qəti fikir, mənim subyektiv fikrimdir. Çünki Nazım Hikmət istedadı hər bir kəsdə ola bilməzdir. Sözsüz ki. Düzdürmü? Shakespeare istedadı hər bir kəsdə ola bilməzdir. Yox, mən demirəm. Bəlkə də kimdəsə olan istedad da Shakespeare-də yox idi, qardaş. Yox, tamam, mən onları dedim axı, Nazım Hikmət istedadı. Mən hansısa bir rəssamın adını demədim. O desəydim, o tamam başqa bir istedad olardı. Ancaq siz vurğuladınız sualın ikinci hissəsini ki, yəni necə kəşf eləmək var? Əslində istedadın üzə çıxması ilk öncə həmən istedadı əhatə edən ailə mühitindən irəli gəlir. Əgər mən gözümü açıb, ailəmdə atamın, anamın elmə, nə bilim ədəbiyyata, ən azından elə birinci elmə mənim yönləndirilməsini görməsəydim, məndə olan istedad bir məna şəkildə batıb gedə bilərdi. Ancaq istedadın tanrı vericisi özünün olması, yəni bizim istedadın hardan gəlməsinə cavab tapmamağımızdan irəli gəlir. İstedad əslində bir düşüncə inqilabıdır. Bəlkə də bir genetik inqilabıdır. Şeir isə bir hadisədir. Baxın, gələcəm sizin suala, gəlin bizim tarixə nəzər salaq. Hansı rayonların adı tarixdə var? Harada ki, orada, o rayonlarda hadisələr baş veribsə, o rayonlar adı düşür tarixə. Fərq etməz, o hadisə koordinat sistemində müsbət yarımolda düşüb, ya mənfi yarımolda, heç bir fərqi yoxdur. Amma düşüb. Şeirin özü bir hadisədir. Əgər onu, hansı şeirlər yadda qala bilir? O şeir ki, bir hadisə yaradır, o hansı hadisədir? O bir ədəbi hadisədir. O yaranırsa, o düşür ədəbiyyata.
hansı şair ədəbiyyata düşə bilir? O ədəbiyyata bir hadisə gətirə bilirsə, bir dalğa gətirə bilirsə. Amma qaldı sizin suala ki, necə kəşf edib? Birinci ailə mühitindən gəlir. Ailənin istiqamətləndirdiyi hansı idi? O təhsil ocağından irəli gəlir. Və onu əhatə eləyən ziyalıların, cəmiyyətin, həmən şəxsə qayğısından irəli gəlir. Bəyək müəllim vurğuladığı kimi. Görürsünüz, həmin məsələyə gəlmişsiniz. Bundan, yəni o nöqtə nəzərdə yox, həmin məsələyə, üzr istəyirəm, həmin məsələyə qayğı məsələsində gəldim. Mən bəyək şair məsələsində sizinlə razılaşmadım. Yəni, istedadı, amma hansı istedadı? O vurğuladığım həqiqətən də onun fitrətində mi deyim, düşüncəsində mi deyim? Daxilində deyəndə bunun düşüncə məsələsində, düşüncəsində mi deyim? O istedad var. Onu üzə çıxartmaq ancaq bəzən də ziyalı təbəqəsi, bəzən də kütlə müəllimin dediyi kimi adını sənət qoyub dırnaqarası şairlər, rəssamlar, mədəni işçilər yetişdirir. Bu artıq bunu da kütlə edir, ha. Yəni bunu da kütlə sürükləyir. Bu da artıq ədəbiyyatın uğursuzluğudur. Amma yenə deyirəm, ədəbiyyat böyük bir şeydir. Necə gəlin bir xanımın vurğuladığı bir fikrimi bildirim. Gəlin müəllimin dediyinə də. Gəlirəm. Gətirin bir insanın ədəbiyyat nəzəriyyəsi var. Bütün texnik qaydaları öyrədək onlara. Bütün texnik qaydalara, şeir nədir, vəzn nədir, nə bilim, bölgülər nədir, hamısını öyrədək. Görək o şeir yaza biləcəkmi? O ancaq və ancaq amma marağı olan insan olmalıdır da. Yox, maraq məsələsi deyil. Bu adamın düşüncə məsələsi. İstəyi olmalıdır. İstəsə də belə eləyə bilməyəcək. O ancaq necə eləyə biləcək? Bəyək vurğuladığı kimi. Nə bilim, bu qafiyələnmə, nə bilim, ancaq şeir fikrin bədii ifadəsidir, qardaş. Fikrin bədii ifadəsidir. Şeir diyaloq deyil. Şeir, belə deyək, o bizim efirlərdə gedir, meyxana, bədiyyə falan. Bunlar diyaloqun qafiyələnmiş sistemi deyil. Bugün, mən reallıqla deyim, bugün ədəbiyyat adından çıxış eləyən, hələ mən digər şeyləri saydım. Ədəbiyyat adından çıxış eləyən nə qədər şəxslər var ki, ömrünün 30 ilini deyir, mən yazıb yaradıram, ancaq ədəbiyyata bir dənə misrası belə qala bilməyib. Ədəbiyyata, bir insandan ədəbiyyata əgər bir misra qala bilsə, bu böyük şeydir. Vaqif Səmədoğlu, Vaqif Səmədoğlu ikinci dəfə onun adını vurğuladım, Tanrı saxla dünyanı düşən var. Bu misranı yazmaq üçün o şairi qarşısına peşə qoya bilməzdi. Onun düşüncəsinə görə bir inqilab olardı. Onun gərək baxışında bir inqilab olardı. Onun düşüncəsinə bir fərqli yanaşma tərzi ola bilərdi. Ədəbiyyat nəzəriyyəsini öyrənmək, nə bilim, hansısa elmə yiyələnmək, sənin şeir yazmaq, rəssam olmaq, hansısa mədəniyyət sahəsində bir inqilab eləməyi demək deyil. Ancaq istedadın inkişafı üçün, yenə dedim, ailədən təhsilə, təhsildən cəmiyyətə və nəhayət mütaliə olmalıdır. Təşəkkür edirəm Emil bəy, Allah razı olsun. Şeir demək istəyirdim, Qasım bəy zəhmət olmasa. Bir lirika gəlsin. Bayaqdan görəm hazırlaşıb şeir demək, dinləyək. Qara gözün acı yaşla dolanda, kipriyində ümid yelkən olanda, kimsəsizlər adasında qalanda, ay göyçəyim, yenə sənsən pənahım. Bilmək olmaz, bəlkə yetdim dadına. Sən salsan da, salmasan da yadına, axıracan yanasıyam oduna. Yoxsa gülüm, yerdə qalar günahım. Ağlar bəxti yenə kimsə oyadıb, ümidlərim gözünə can boy atıb. Sənsiz gülüm, günəş batıb, ay batıb. Dan yerində ağlar qalıb sabahım. Məlik Məmməd özünü hara sallasın. Yenə divlər uğurlayıb almasın, Mirqasımın sözü yalan olmasın. Deyərdim ki, elə sənsən Allahım. Teşekkür ederim, minnətdarıq, çox sağ olun. Şəfiq mənim, nə olub? Yox, heç nə olmuyor. Ümumiyyətlə, mən fikrimdən heç vaxt geridən deyiləm. Bilirəm. Mübahisə eləməyi də xoşlamıram. Sadə bir şey var. Bəlkə razılaşarsınız, bəlkə razılaşmazsınız. İstedad toxum məsələsidir, genetika məsələsidir. Hər adamda istedad olmur. Və istedad mühitə düşmürsə, qardaşıma etiraz elədi, sonra dedi, ailəm olmasa, filan olmasa alınmazdı. Bunun istedad, toxum eyni toxumdur. Səbə bilərsən, eyni ağaçdır, eyni iştildir. Əkərsən Abşeronda bitər, o bir tərəfdə bitməz, bu bir tərəfdə bitər. İstedad təbii ki, Allah vergisidir. Təbii ki, Allah vergisidir. Və yadıma yenə böyük şairimiz Füzulinin sözü düşdü. Deyir ki, məndə məzlumdan Füzulun aşıqlı istedadı var. Aşıqlığın da istedadı var. Hər adam da sevə bilmir. Dəli sevda dolanmırsa başında, sevmirsənsə, bu dünyada qəribsən.
Ulu Tanrım, baş əyirəm qarşımda. Mənə sevmək istədim. Mən sevmək istedadı verirsən. Məhəbbətdir imanım da, dinim də, ay nuru var sevdiyimin üzündə. Diz çökürəm gözəlliyin önündə. Şeh götürəm çiçəklərin gözündə. Sevən qəlbdə nə sır sıra, nə şaxda. Salıb mənim saçlarıma sevgidən, Ulu Tanrım gözlərimi işıqdan, ürəyimi əski etmə sevgidən. O böyük Nazim Hikmət ki var. Təşəkkür Onu mən çox ederim şeirə görə. istəyirəm. Sevdiyim şeirdir. Və onun gözəl bir şeiri var. Şeir düşüncədir təbii ki. Düşüncənin cilalanması üçün, düşüncənin kökündə dünya görüşü dayanmalıdır. Öz yerində oturub nə isə elə bilməzsin. Böyük Tolstoyun bir sözü var, deyir ki, yazışı qatarda gedəndə də ümumi varlıqda getməlidir. Cəmaatın əhval-ruhiyyəsini görməlidir və baxmaq hələ görmək deyil. Hər adamın gördüyünü hər adam görə bilmir. Doğrudur. Hər adam şair ola bilmir. Hər adam aşıq ola bilmir. Hər adam, nə bilim, sadə bir şey deyiləm. Sanki şeirdə elədir ki, yazılmamış yoldur da, təzə bir şey yazırsan. Sadə bir şey. Sazdır, min illərdir saz var. Min illərdə ifaçılar var. Sənətə deyirəm. Heç ayrı şey deyildir. Eyni havadır, eyni bayaq Şirazdır, eyni nə bilim dilgəmidir, eyni nədir. O da çalır, o da çalır. Bir xalı səhv yox. Hamısı bizə xoş gəlir mi? Eyni şey çalır. Bax, istedad o görünməyən, mənə elə gəlir. İstedad o görünməyən. O duyum olmalıdır insanda. Və buradan o qənaətə gəlirik ki, istedad hər adamda ola bilməz. Təbii ki. Bəs mən də bunu deyirdim, ailə mühiti. Ailə mühiti. O fərdlər ki, yarandı. Söhbət elədir. Təbii ki. Təbii ki. İstedad. Mənim bir söz deyim, Buyurun Müqəsim bəy. Bu subyektiv fikrimdir. Bax, bu yaxında onu düşüncəm qəbul edib. Allah insanı yaratdı. Bəli. İnsana bir dənə bir şey verdi. Təkcə sevgi. Ondan başqa heç nə vermədi. O sizin subyektiv fikrinizdir artıq. Üzr istəyirəm buna. Bu sevgidən insanların qəlbinə sevgini gəl çıxarmaq. Lap elə bir Adəm Peyğəmbərdən başlayaq. O sevgi olmasa bu dünya insanlarla dolar mı? İnsanın qəlbində sevgi yaratdı. Bax, bizdə sevgi. Bu sevgi ilə bütün dünya insanlarla doldu və nə varsa hətta canlı heyvanların da qəlbinə sevgi yaratdı. Yəni, balasına olan bu üçün istək. Bu sevgi nəticəsində istedad da ondan sonra bütün nə baş verirsə bu cəmiyyətdə müsbət hal hamısı ondan yaranır. Allahın insana verdiyi sevgidən. Bir dənə üzr istəyirəm, müəllim bəy vurğuladı. Bilirsiniz, biz elə məqamlar var ki, onları cəmiyyətdən seçmək üçün, məsələn, onları da biz istedad deyirik. Xəlil Rza Ulutürk 88-94-cü illər mübarizəsində nə yazırdı ki? Yazırdı ki, dağlardan atılır köhlən şəlalə, şəlalə dağların mərd övladıdır, ildırım buludum, tufan dənizin cəsarət kişinin istedadıdır. Xəlil Rza da dedi, cəsarət istedadıdır. Niyə görə onu dedi? Xəlil Rza ona görə demədi ki, cəsarət ədəbiyyat yarada bilər. Xeyr, Xəlil Rza dedi, cəsarət bir vətənbərvərlik obrazı yarada bilər. Onun da adı istedad qoydu. Ancaq o demək deyildi ki, istedad bütünlükdə onu ifadə edir. Xeyr, yenə deyirəm, ədəbiyyat yaratmaq üçün. Siz dediyiniz o sevgidir, o sizin fərdi baxışınızdır. Məsələn, dünyanın siz deyir, sevgidən, mən deyirəm, düşüncədən yarana bilərdi. Çünki dünya gəlin baxın, hamısı nizamlandı. Düşüncə olmasaydı, bu nizam pozula bilərdi ki. Yəni, indi bu, yenə deyirəm, fərdi baxışlardır. Ancaq biz bugün əgər həqiqətən də bir rəssamın, bir tablo yaratmasından danışırıqsa, bir şairin, bir ədəbiyyat yaratmasından danışırıqsa, qardaş, bu düşüncə məsələsidir. Təbii ki, düşüncə məsələsidir. Bu fərdi düşüncə məsələsidir. O düşüncə də hər adamda ola bilməz. Amma bayaq dedim, həmin o seçilmiş şəxslər ki var, indi gələm, o ailə mühit dediyim şey, o seçilmiş şəxsləri, əgər seçilmiş şəxslərə yol aça biləcəksə, o gəlib bugün sabahın bir Nazim Hikməti ola biləcək, bir Maykovskisi ola biləcək. Yox, o aça bilməyəcəksə, o məhv olub gedəcək. Ancaq yenə deyirəm, bir məna şəkildə istedad tamam başqa, bizim ayın görünməyən bir tərəfində formalaşan bir anlamdır. Emil bəy, çox üzr istəyirəm. Siz deyirsiniz, indi istedad, şairlik, bu həm eləyir, bacara bilməyən insanlar var. Mən elə düşünürəm ki, bu şairlikdə, şeir yazmaqda ola bilər. Məsələn, saz ifaçısı onun üçün gərək duyumlu olur. Bilirsiniz, biz nədə çətinlik çəkirik? Bacarmaya bilər, amma duyumlu olsa onu nə vaxt əzizim mənim, biz nədə çətinlik çəkirik? Biz saz ifaçısını istedad adlandırırıq. Sonra da gətirirsiniz Emil bəyin qarşısına qoyursunuz ki, Emil bəy, bəs şeiri necə olur, yaza bilmir, amma sazı çala bilir.
Və yaxud da istəyir, saz- axı biz saz ifadəsini niyə istedad adlandırırıq, qardaş? Musiqi duyma olmalıdır. O istedad olmasa mən çala bilirəm o sazı. Bir icazə verim deyim də. Tamaşaçımız var, tamaşaçımız zəngindən sonra fikirlərinizi söyləyərsiniz. Alo. Alo. Saatlıdan zəngimiz var, səhv eləmirəmsə. Xanım Alo, da elə sabahınız xeyir olsun. Hər vaxtınız xeyir olsun. Çox gözəl bir mövzunun müzakirəsi gedir. Buyurun. Təşəkkür edirik. Eşidirsən mənimlə? Hə? Mən, Danışıqı bağlamışam bu şeyi. mən sizi eşitmirəm. Biz siz amma eşidirik, buyurun. Sabahınız xeyir olsun. Hər Çox vaxtınız. gözəl bir mövzu müzakirə olunur. Təşəkkür edirəm. Və belə bir deyim də var ki, istedadları kömək eləmək lazımdır. İstedadsızlar özləri üzə çıxacaqlar. Düzdür. Və istedad əlbəttə ki, anadan gəlmə, ilahidən verilən bir Vergidir, şeydir. bəli. Verin. Və istedadın... Alo, eşidirsiniz? Bəli, Bəli, sizdən buyurun. biz eşidirik sizi. Alo. Eşidirik xanım, buyurun. İstedadla özüm bir şeir demək istəyirəm. Çünki son vaxtlar bu Türkiyədə baş verən hadisələr məni çox narahat eləyir. Türk dünyasının belə terrora məruz qalması məni çox narahat eləyir. Və bir şeir demək istəyirəm. Dünya Türkün dünyasıdır. Bu dünyanın məcrasından axıb-axıb durulmuşuq. Ələyində ələnmişik, xəlbirində sovrulmuşuq. Biz insanıq bu dünyaya, insan kimi doğulmuşuq. İnsanlığı dərk eləyən şuurumuz, zehnimizlə dünya ilə bizim dünya, dünya Türkün dünyasıdır. Sərhədlərə sığışmayan Turan adlı elimiz var. Ürəkləri fəth eləyən şirin şəkər dilimiz var. Əqidəmiz, amalımız, imanımız, dinimiz var. Bu dünyanı yaradana tükənməyən eşqimizlə dünya ilə bizim dünya, dünya Türkün dünyasıdır. Biz dağlara dırmanmadıq ona buna daş atmağa. İstəyimiz sonsuz oldu ev tikməyə, yurt salmağa. Nail olduq yeryüzündə neçə cənnət yaratmağa. Yerə, göyə, asimana, bu dünyaya sevgimizlə. Dünya elə bizim dünya, dünya Türkün dünyasıdır. Çox sağ olun, təşəkkür edirik, minnətdarıq zənginizə görə, fikirlərinizə görə. İfa gəlsin Qasım bəydən zəhmət olmasa, daha sonra davam edək.
gecə meydanından qayılır yeri. Sanki yuxularım dara çəkilib, ikiyə bölünmüş bu ürəyimin dərisi soyulub tara çəkilib. Yağılar babamın yolun eşəndən, Xocalılar od içində bişəndən, bacım erməniyə əsir düşəndən, ağappaq üzümə qara çəkilib. Vətənin torpağa çökürdü dizi, Dədə Ələsgərin səsləyir bizi, Zakirin Şuşada qalmadı izi, görəsən qeyrətim hara çəkilir. 100 illərdir çağırıram Allahı, ərşə bülənd olur bu xalqın ahı. Deyil, Mir Qasımın nədir günahı, sinəsi üstündən ara çəkilir. Çox sağ olun, minnətdarım. Buyurun, əyləşin, zəhmət olmasa. Rafiq müəllim, şeir dinləmək istəyirəm sizdən. Baş üstə. Başınız ağrımasın. Lirikamız tıxacda deyilsə gəlsin. Güzgüdə gördüyüm adam. Güzgüdən bir adam baxıb, elə hey bizi izləyir. O güzgünün arxasında görən bizi nə gözdür? Güzgüdə gördüyüm adam, gözün dikilib gözümə, sənin üzünə baxanda yazığım gəlir özümə. Niyə dodağın səyir? Niyə baxışın qəmlidir? Niyə üzünə qəm çöküb? Niyə gözlərin nəmlidir? Bu qədər yaxın olsaq da, duyuram ki, çox uzaqıq, biz göz-gözə dayansaq da, ikimiz də yalquzağıq. Bəbəklərinə baxanda vəlvələ düşür canıma. Mən güzgüyə necə girim? Sən oradan çıx, gəl yanıma. Güzgüdə gördüyüm adam, bu dünyaya heyrətimsə, mən mi sənin surətinə? Sən mi mənim surətimsə? Güzgüdə gördüyüm adam, əgər biz tutsaq əl-ələ, yer çıxar öz mehvərindən, dünyada qopar vəlvələ. Dözəmirəm ağrılara. Nə qədər əzab çəkim, keçib güzgü arxasına səninlə haqq hesab çəkim. Güzgüdə gördüyüm adam, bir gün cana doyacağam. Güzgüyə baxmayıb, səni yana-yana qoyacağam. Çıxanda ayna, sinəmə, biz kamala dolduq bəlkə. O güzgünün arxasında eyni adam olduq bəlkə. Teşekkür ederim Rafiq müəllim. Minnətdaram. Çox sağ olun. Çox sağ olun. Buyurun, zəhmət olmasa. Mən öncə ekran qarşısında bizi izləyən, mən bu dəqiqə hal-hazırda izləyən dostlarımı salamlayıram. Bərdədən Əyyub qardaşımı, sonra Balakişev Salman tələbə dostumdur, salamlayıram. Ayazxan Yallıbatdan salamlayıram. Bu dəqiqə ekran qarşısında bizi izləyirlər və bir dostum Əfqan qardaşımız bu yaxın uzaq Moskvada yaşayır. Bu yaxında gəldi vətənə, böyük təntənəli toy elədi, analog olmayan. Azərbaycanın bütün ünlü sənətçilərin hamısını dəvət etmişdi, hamısı bu toyuna gəlmişlər. Qəlbdən, səmimi qəlbdən təbrik edirəm. Və bu təbrikdən sonra istəyirəm bir öz şeirlərimdən bir yarpaq. Həsrət yağışında mən necə çimim? İkiyə bölünüb vətənim Allah, ölsəm də məzara qoymayın məni, Təbrizdə qalıbsa kəfənim Allah.
çağırıram arazı keçməyir önüm. Qırılır ümidim, qırılır günüm. Bu çılpaq atları mən necə minim? Əhərdə qalıbsa yəhərim Allah. Sərhəddi ortaya qoyana lənət. Gözümün için oyalan ələt. Davandan dərimi soyana lənət. Açılsın, açılsın sabahım Allah. Çox gözəl, çox gözəl. Təşəkkür edirik, çox Əminə, sağ sənin olun. fikirləri balaq. Mövzu haqqında. Bəli. Hə, mən veriliş başlamasına demişdim, sən bunu mənə də qonaq kimi dəvət edin. Təşəkkür ederim, çox sağ ol. Valla istedad bir daha söylürəm, insanın daxilindən gəlir ilk növbədə və mən düşünürəm ki, hər sahədə istedad var. Sadəcə istedadı inkişaf elətdirmək lazımdır. Fərqi yoxdur, istedadlı insan o insana deyilmir ki, o insan tanınmış olsun, o insan göz önündə olsun, o insan ulduz olsun, xeyr. Hər sahədə var. Çox xırda bir peşənin sahibindən tutulmuş, böyük peşələr kimi hər sahədə istedadı var. Minnətdaram sənin də dəyərli fikrinə görə. Mən istəyirəm, hörmətli tamaşaçılarımız, əlaqə nömrəmizi xatırladım. Bugünkü mövzumuz istedadla bağlıdır. Əlaqə nömrəmiz 648-0847-dir. Buyurun, zəng edin. Öz fikirlərinizlə bölüşün. Elə biləsinlərdən Teymur zəng vurub, əyəli. Mən deyən kimi həmişə zəng edin. Sən deyən kimi zəng vurub, sən söz vermən qulası. Bəli, bəli. Qəbul elə. Alo, kim idi zəng edən? Teymur bəy xəttədir. Salam aleyküm. Salam, salam. Sabahınız xeyir olsun. Hər vaxtınız xeyir olsun. Hər vaxtınız var. Televizorun səsini zəhmət olmasa, alın biz sizə Sizin niyyəti salamlayıram, müəllim. Təşəkkür edirik. Sabahınız. İstedadla bağlı sən vurmuşam. Buyurun. Özüm Biləsuvar rayonunun Ağar kəndindənəm. Çox gözəl. Laf yaxşı. Mənim o Yusuflara böyük hörmətim var, onları buradan salamlayıram. Biz də hər birinizi salamlayırıq. Qonaqlarımıza. Var olsun deyirəm. Mənim diplom olmuyor, Allah vergisi də belə deyək də, yəni özüm məqara ifaçıyam. Mən olaya bir sualım var, mən layihələrdə, yəni diplom görməmişəm, müəllim yanına getməmişəm, layihələrdə çıxış eləyə bilərəm, eləyənlərəm. Aha. Buyurun, buyurun. Hə, istedadlı insandır, bildiyimizə qədər və nə? Hə, layihələrə qatılmaq istəyirsiniz. Əlbəttə ki, istedadınız varsa, müəyyən layihələrə qatıla bilərsiniz. Təşəkkür edirəm zənginizə görə, minnətdaram. Yəni söyləyir ki, bəli, həqiqətən də istedadım var və o istedadı göz önünə çıxaran bir insan lazımdır. İnanıram ki, bu insan tapılacaq və belə layihələrimiz olur. Bizim televiziyamızda da, digər televiziyalarda da və inanıram ki, müraciət eləyəcəksiniz və inşallah ki, nəticəsini görəcəksiniz. İstedadınızı, bəli, həqiqətən də bütün dünyaya çatdıracaqsınız. Emil bəy nəsə demək istəyirdi? Biraz öncə fikrim yarımçıq qaldı, siz vurguladınız. Bilirsiniz, bu bacarıqla da bəzən biz istedadı qarışdırırıq. Məsələn, bugün təbii ki, hər birimizin daxilində, yəni bütün istedad sahiblərini bir ortama gətirən hisli duyğudur. Düzdür. Ancaq, yəni təməlində odur. Ha, əslində istedad onun üstündədir. Ondan sonra istedad başlayır, tamam başqa bir mövzu. Bizim, bilirsiniz, nöqsanımız hardadır. Biz, məsələn, saz ifaçısında da, müəllimin hissinə hörmətlə yanaşıram, amma toxunmasın hissiyatınıza, saz ifaçısında da bir istedad axtarırıq. Deyirsiniz ki, onu duymaq o hissiyat məsələsidir. Bu, tamam başqa şeydir. Ancaq o demək deyil ki, o saz ifaçısı, bu bir peşədir. Məncə elə Emil bəy, o duymaq özü elə bir Allah vericisidir. Yox, bu, bilirsiniz, duyum nədən yaranır? Duyum hər kəsin elementar əl toxunluğunda da bir duyum var. Düşüncə nədən yaranır? Düşüncə nədən yaranır? İcazə verin, sual verin, cavab verim. Artıq düşüncə, baxır necə düşüncə? İstedadın düşüncəsi, yoxsa ümumi kütlə psixologiyasının düşüncəsi? İstedadın düşüncəsi tamam başqa bir sferadır. Amma kütlə psixologiyasının düşüncəsi tamam başqa bir sferadır. Hansı düşüncədən deyirsiniz? Əgər istedadın düşüncəsindən danışırsınızsa, tamam. Nə düşünür? İstedad nə düşünür? Yox, o baxır hansı istedad nə deyir? İstedad yenə dedim, istedad kütlədən fərqlənib hansı söz deyir? İstedad tam məsələn, gəlin belə baxaq. Məsələn, siz indi hansı sferada deyirsiniz? Rəssamlıq sferasında deyirsiniz, mədəniyyət sferasında deyirsiniz, yəni ümumi götürək də. Yoxsa ədəbiyyat sferasında nəyi deyir? Bir ədəbiyyat yaratmaq istəyir.
Bir Nazim Hikmət, mən bir ceviz ağacıyam Gülhanə parkında, nə sən bunun farkındasan, nə mən bunun farkında. Bunu oxusaq, təhlil eləsək, burada bilərik ki, Nazim Hikmət fikirlərini hansı bədii ilə çatdırıb və bir dənə məqam da çatdırıb. Bu gün, qısa deyəcəm, bu gün bizdə, baxın görürsünüz, müəllim dediyi hamı şeir yazır falan. Bu gün bizdə böyük ədəbiyyat adından qeyri-ciddi ədəbiyyat formalaşır. Bax, budur. Qardaş, gedir texnikanı öyrənir filan, bəli, hisslərini nəyə köçürdür? Hisslərini öyrəndiyi texniki nəzəriyyəyə köçürdür, deyir, mən də şeir yazdım. Bəli, tutalım qoşmanı öyrəndi, 3, 5, 7, bənd, nə bilim, çarpaz qafiyəni öyrəndi, nə bilim, zəngin qafiyəni öyrəndi, yoxsul qafiyəni öyrəndi filan. İstedad texniki nəzəriyyəni öyrənən bilə borcudur, öyrənməlidir. Ancaq texniki nəzəriyyəni öyrənib, sən istedad olacaqsa, bu kökündən yanlış bir anlayışdır. Kim deyir ki, o elədir? Təbii ki. Bəs dediyiniz o dırnaqarası şairlər oradan əmələ gəlir. Söhbət ondan getmir. Dırnaqarası şair nə onu bilir, nə də istedadı var. Və deyirsiniz ki, sizə ailəniz təsir eləyə bilirsə... Xeyr, ailə təsir... Yox, bir dəqiqə. Buyurun. Sizə ailəniz deyirsiniz, bayaq dediniz ki, ailəmiz, ətrafım mənə təsir eləyə bildi. İnkişafa. Oğlum bir imkandır. Sizə ətrafınız təsir eləyə bilirsə, böyük bir xalqın, böyük bir dünyanın mədəniyyəti mənə təsir eləyə bilməzmi? Bu da var axı, həmən sözdür. Kökdən sizin ailəniz təsir eləyə bilirsə, bizim də ailəmiz təsir eləyə bilir. Və yenə deyirəm, və söhbət ondan gedir ki, mən deyirəm, nəzəriyyəni bilməklə əgər şeir yazmaq olsaydı, nəzəriyyəni bilməklə, o fikirlə razıyam. Mən bunu demişəm də yazmışam. Nəzəriyyəni bilməklə şair olmaq olsaydı, onda ədəbiyyat nəzəriyyəçilərinin hamısı şair olardı. Ola bilməz. Ola bilməz. Gördünüz, mən bunu yazmışam 20 il bundan qabaq. Söhbət bundan getmir. Söhbət ondan gedir ki, nə deyirsiz deyil. İstedad toxumdur. Hər bir adamdan, qara yumurtasından bülbül çıxmaz. Və istedad odur ki, yəni mənim kütlədən fərqli olaraq filan şey deməyə imkanım var. Mənim kütlədən fərqli olaraq filan musiqini yaratmağa imkanım var. Bu istedaddır. Amma istedad mühitinə düşürmü? Düşmürmü? Bu tamam başqa məsələdir. Və bütün böyük yazıçılar, bütün böyük bəstəkarlar hamısı etiraf ediblər ki, istedadın çiçəklənməsi üçün ən vacib olan məsələlərdən biri mühitdir, düşdüyü ədəbi mühitdir. Onun oxumağıdır, biliyidir, intellektidir. Mən dünya mədəniyyətindən xəbərsizəmsə öz-özümə ha düşünüm. Ondan bir şey çıxmaz. Təşəkkür edirəm, Rafiq müəllim. Bir fikir vurmayın. Bir fikir vurmayın, müəllim. Biz ailədə 2 qardaşıq, üzr istəyirəm. Buyurun. 2 qardaşıq. Bizi eyni ata, eyni ana tərbiyə eləyib. Düzdürmü? İkimiz də ali təhsilliyik. İkimiz də eyni təhsil yolunu getmişik. Bəs necə olub qardaşım bir istedad qoya bilməyib ortaya? Burada dedim ha, ailədə istedadın çiçəklənməsi ailədən gəlir. Ancaq gərək üzr istəyirəm, ailə gərək istedad gərək o şəxsdə ola axı. Olandan sonra çiçəklənmə başlayır. Siz nə deyirik? Yox, biz onu deyirik axı. Gərək ola. Yoxsa istedad hamıda var. Necə bəs niyə qardaşımda olmadı? Ailədən gəlir. Başqa göndərdir. Heç başqa sayda da yox. Ola bilməz ki, bir insan ümumiyyətlə istedadsız olmasın. Yəni təsdiq edirsiniz də hər bir insanda istedad var. Əlbəttə ki, xeyr, mən onunla qəti şəkildə razıyam. Hər bir insanda var. Dərəcəsi var da, dərəcəsi var. Əlbəttə ki, Mir Qasım bəydən növbəti ifanı işdir, daha sonra mənim deyəcəklərim var. Mir Qasım bəy. Aha, qardaşımızdan gəlsin ifa, zəhmət olmasa, bizim üzr istəyirik. Yeri düşüp içinde dizlerim, yeri düşüp içinde dizlerim, lalesizliği çemenlerim, düzlerim. Ne müllehtir eyney takır gözlerim, dağ daşı birbirine kat görüm. Öten genzi haraymaz kat görür. Aylarımı illerimi kestiler,
hak söyleyen dillerimi kestiler. Qələm tutan əllərimi kəstilər. Bəxtim yatıb səndə yıxıb yat görüm. Ötən gəncəyim harayma sat görüm. Ay aman vaxtlar idi, ocaq idim, pir idim. Vaxtlar idi, ocaq idim, pir idim, özlüyümdə pələng idim, şir idim. Mərhəmətdə, səxavətdə tək idim. Yüreğimden keder gəm yat görüm, ötən genci harayma sat görüm. Ay vəfasız niyə qoydun tək məni? Ay vəfasız niyə qoydun tək məni? Bağbanımsan yollar üstə əkməni. Bir də ömür bazarına çəkməni. Dərd qəmi özgəsinə sat görüm, ötən gənci harayma sat görüm. Sən gedəni getdi gör, ay aman. Getdi gör, getdilər. Özgənindir ətəyindən tutanı. Al qaydım, yalvardım qaydı gəl. Ötən gəncək xancal olub ürəyimə bax görüm. Hansal olur yüreğime bak görüm. Öten genci harayma sat görüm. Ay 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 can.
Buyurun, əyləşin, zəhmət olmasa. Bir məsələ də var, əziz qonaqlarımız, xəstəlikdən dürür. Buyur. Yəni, təhsil məsələsi də var, əziz qonaqlarımız, təhsil məsələsi də var, Rafiq müəllim. Bir insan ola bilir ki, təhsillidir, ali təhsili var və o istədiyi sahəyə uyğun təhsilə yiyələnib. Və onun digər bir tələbə yoldaşı da var. Amma hər insanda eyni istedad varmı? Çünki bu günləri elə gözəl insanlar var ki, istər incəsənət sahəsində, istər incəsənətdən kənar olan sahələrdə olsun. Baxırsan ki, bu insanın təhsili yoxdur. Amma o qədər həmin sənətin, o qədər gözəl sənətkarı da hətta mən deyərdim. Amma elə də insan var ki, bəli, gedir ali təhsil alır, magistraturan qutarır, aspiranturan qutarır, baxırsan ki, heç nə yoxdur. Məncə insanın istedadı, o şəxsdə ki istedad varsa, orta məktəblərdən bəlli olur da. Və orta məktəblərdən bəlli olanda tam 11-ci sinifi bitirəndən sonra hansı istedad olursa o yöndə təhsil almağa başlayır. Söhbət ondadır ki, Rafiq müəllim, fikrinizi alacağım. Göran boydan zəngimiz var. Qəbul edin, daha sonra fikrinizi zəhmət olmasa bildirin. Alo. Bəli. Sizin müsniflər heyətinizi mən alqışlayıram. Müsniflər heyəti deyil, qonaqlarımız. İstedad verilmişdir, çox yaxşı verilmişdir. İstedad haqqında isə mən belə deyə bilərəm. Hər bir şəxsin müəyyən sənət üzərində tutduğu ən yüksək qabiliyyət istedad adlanır. Bəli. İstedad hər bir şəxsə arzusu qədər onun ustadı olmasa çata bilməz. O səbəbdən istəyirəm bir şeir də söyləyeyim, sizi ərmağan edeyim. Buyurun. Razısınızsa deyil. Buyurun, əlbəttə ki, buyurun. Həqiqidir, səmimi də nə desən. Gözdən atma, yalan satma, sən Allah. Dərdin çoxdur, dərd çəkənə yoldaşam, kələk gəlmə, mənə atma, sən Allah. Hər bir kəsin öz dərdi var canımda, təsiri var hər dövrün anında. Həqiqətin bir Allahın yanında bir kimsəni gəlallatma, sən Allah. Şirin danışasan, dinəsən, haq yolunda halal canından keçəsən, çalışasan, halal yeyib içəsən, halal vara haram qatma, sən Allah. Kamas çəkər hər insanı, hər yola, ay məzahir, başa gələr hər bəla. Nə oğru ol, nə də düşmə pis yola, hər günaha qəmə baxma, sən Allah. Sağ olun, əzizlərim. Təşəkkür edirəm, minnətdaram. Rəfiq müəllim, müsniflər heyətinin üzvü olaraq nə deməyim? Söhbət odur ki, bayaq dediyi Əminə qızım, o istedad təbii ki, dedik ki, o Allah vergisidir. İstedad üzə də çıxa bilir, istedad üzə çıxmaya da bilir. Məsələn, o qədər istedadlı tutaq ki, bəstəkarlığa meyilli tutaq ki, güclü insanlar olur ki, bunun imkanı olmuyor, yerində piano olmuyor, not öyrənməyib, nə bilim, müəyyən vaxtda, yəni o istedadın axarını yönəltmək söhbəti var. Sən bu istedadın axarını hara yönəltmirsən? Yönəldə bilmirsənsə, öz üstündə işləyirsə, istedad parlayır, üzə çıxır. Bu vacib məsələdir. İstedadsız adama istəyirsən akademiya bitir, xeyri yox. Yəni müəyyən sahibi, müəyyən işi görə bilər, müəyyən işi görməyə bilər. Məsələn, deyilə bilər, qardaşımız deyir, məndən kiçik qardaşım, yadıma düşür mənim, mənim bu il bir monoqrafiyam çap olunub, ədəbi nəzəri fikrin inkişaf mərhələləri. Yadıma düşdü, böyük bir monoqrafiyadır. Yadıma saldım ta qədim dövrlərdən bəri şeir sənəti və bunun tədqiqi ilə məşğul olan adamlar. Şeir sənəti və onun tədqiqi ilə məşğul olan adamlar. Və yadıma düşdü ki, şeir nəzəriyyəçilərindən birinin kitabı belə adlanır, şeir sənəti, Valonun əsəri, şeir sənəti adlanır. Aristotelin əsəri poetika adlanır. Yenə deyirəm, şeir, düşüncə çox vacib şeydir. Düşüncə yoxdursa şeir yoxdur. Düşüncə yoxdursa şeir yoxdur. Sevgi də yoxdursa şeir yoxdur. Bütün o komponentlər birləşir, söhbət bundan gedir. Mən özüm necə şəxsiyyətim, sənin deməyə bir sözün var mı, yoxsa yox? İstəyirsən nə qədər düşünürsən, düşün. Sənin ürəyində dediyin söz yenidirsə, yeni tərzdə deyirsənsə, bu artıq istedadın üzə çıxmasıdır. Yoxsa elə nə gəldi deyir, nə gəldi, nə bilim, müzakirə elə. O fikirlə mən də razıyam ki, yəni tam mənada deyirəm ki, nəzərə öyrənməklə böyük şair olmaq olur.
Şübhəsiz. Amma tutaq ki, həyatı bilmirsənsə, inanmıram ki, düşüncə sahibi olsun. Düşünə bilərsən, müəyyən şeydə. Düşüncə bilirsən, sağda cilalanır. O qədər mühitə düşürsən ki, elə situasiyalar olur ki, o situasiyalar insanların demək, qabiliyyətini üzə çıxardır. Özü təsadüf nəticəsində üzə çıxardır. Bu çox həddindən artıq mən elə bilirəm ki, vacib məsələdir. Və yeşun olaraq bunu demək istəyirəm ki, öz düşüncə tərzimə görə demək istəyirəm ki, deməli, istedad Allah vergisidir. Hər adamda hər istedad olmur. Amma istedadın bircə dənə məqsədi var ki, xalqa küt baxmayaq, xalqa kütlə deməyək. Deməli, əgər mənim yazdığımı oxuyan bir adam yoxdursa, dərk edən bir adam yoxdursa, nə qədər istəyirsən düşür, onun heç kəs xeyri yoxdur. Əxtər Vahapzadənin bir şeiri var, başqa yerdən qaynaqlanmadır. Deyir, yağmaq xatirinə yağan yağışım nə dağa xeyri var, nə bağa xeyri var. Söhbət bundan gedir ki, mən əvvəldə demişdim, mənim şeirim, əgər yeni nəsli, təkcə şeirə görə yox, qafiyə görə yox, mən bunu demək istəmirəm. Qafiyə heç o qədər vacib deyil, əsas fikirdir. Mən hansı fikri deyirəm? Mən hansı fikri deyirəm? Mənim fikrim bundan qabaq deyilibmi, deyilmiyibmi? Söhbət bundan gedir. Mənim bir dostum var idi, Allah rəhmət eləsin, gözəl şairidir, təmin olunmayan şairdir demək olar ki. Ölünün də yiyəsi lazımdır, dirinin də yiyəsi lazımdır. Eldar Baxış. Allah rəhmət etsin. Eldar Baxış mənim ən yaxın dostum idi. Hələ uşaq vaxtından o klassik ədəbiyyatı da bilirdi, xalq ədəbiyyatını da bilirdi, o bir ədəbiyyatı da, bu bir ədəbiyyatı da bilirdi. Düşüncə tərzi tamam maraqlı bir adamdır. Məsələn, bu necə oldu? Şair oldu. Fazil Cəbrayılov var idi, bizim hamımızdan böyüdü. Mən riyaziyyatçı ailəsində doğulmuşam, şair olmaq haqqında heç fikirləşməmişdim, heç vaxt fikirləşməmişdim. Taliyədən qaçmaq mümkün deyil. Bu Fazil Cəbrayılov, Allah rəhmət eləsin, Eldar Baxışa da ona da, biz orta məktəbdə oxuyanda şeir yazırdı. Məsələn, onun şeiri yadımda qalıb, onun sinif şagirdinin şeiridir. Nəhayət sən deyə çağırdın bizi, heç onda sənlə sizin fərqini biz bilmirdik. Nəhayət sən deyə çağırdın bizi, elə bir üstündən dağ götürüldü. Qəlbini göynədən o bir kəlməni görən dilin necə söyləyə bildi? Eyni kənddən idilər bunlar. Eldar şeir yazmırdı. Eldar deyirdi ki, həmişə Fazil mənə deyirdi ki, mən filan şey deyirəm, mən çıxırdım ağaca, onu ötürdüm. Qaçaq, mən onu ötürdüm. Ne edirdim, mən onu ötürdüm. Qabaq deyirdim, bir axırda deyir, Fazil dözə bilmədi. Dedi ki, mən elə bir şey bilirəm ki, sən onu eləyə bilməsin. Dedim, nədir o eləyə bildiyin şey? Dedim, mən şeir yaza bilirəm, amma sən yaza bilmirsən. Dedim, mən başladım şeir yazmağa. Fazil şair olmadı, Eldar Baxış şeir. Allah rəhmət etsin. İstedad üzərsin. Məsələn, sadə bir şey deyirəm, ruhu şad olsun. Eldar 17-18 yaşında olan bir oğlan həmişə zarafatla deyirdi ki, 66-cı ilin söhbətidir bu. Yazıçılar Birliyinə gedib, Osman Sarıvəlli də şeir şöbəsinin müdürüdür. Deyir ki, nəyə gəlmişsən ay baba? Deyir, şeir oxuyalım. Deyir, oxu görüm şeirini. Deyir ki, o futbolun dəbdə olan vaxtı, 66-cı ildə. Deyir ki, dünya bir futbol topu olan, atasan Pelinin ayağına, vura həqiqətin qapısını. Dünya bir futbol topu olan, atasan Pelinin ayağına, vura həqiqətin qapısına. Deyir, Osman mənə dedi ki, ay oğul, sən bunu xalq üçün yazırsan, yoxsa nə tərəf? Deyir, dedim, nə bilim, müəllim yazıram da. Dedi, bir dəqiqə dayan. Deyir, çağırdı oradan, katibəni çağırdı. Dedi ki, çağırın oradan Ənvər gəlsin. Elə məzəli danışırdı. Deyir, bir də gördük, Ənvər Mirzə İbrahimovun sürücüsü idi. Barmağında deyir, açar, xalq açarı deyir, barmağında fırlaya gəldi, girdi içəri. Deyir, dedi ki, oxu şeirini, oxudum, deyir, dünya bir futbol topu olan, atasının Pelinin ayağına, vura həqiqətin qapısına. Dedi, Ənvər bir şey başa düşdü, dedi ki, xeyr Osman var. Deyir, ay oğul, kütlə üçün yazırsansa, xalq üçün yazırsansa, bu başa düşmədi. Ziyalı üçün yazırsansa, bu başa düşmədi. Get işinə. Teşekkür ederim Rəbid bəy, minnətdaram. İfa gəlsin, bəli, vaxtımız azı zəhmət olmasın.
Qərib oldum xarı bülbül, ümidimi itirmişəm, sən itirmə bar bülbül. Qərib oldum xarı bülbül, keşiyində naşı durdum, öz-özümə qılınc vurdum, bölünübdü ana yurdum, tən ortadan yar bülbül. Qərib oldum xar bülbül, düşmən ayıq yatma öyan, görənmədim səndən qoyan, tərsinə nə başın qoyan, sevgilinlə qar bülbül. Qərib oldum xar bülbül, düşmənlərin köksünü dəl, çox uzaqdan eyləmə əl, dur ayağa ağlama gəl, mirqasıma sar bülbül. Qərib oldum xar bülbül, qərib oldum xar bülbül. Minnətdarıq Mirqasım bəy, buyurun ələkə zəhmət olmasa. Əziz tamaşaçılarımız, bugünlər istedaddan danışdıq. Təbii ki, müxtəlif fikirlər oldu, hərənin özünün subyektiv fikri oldu və hərənin də fikrinə hörmətlə yanaşırıq. Çünki hamının özəl, şəxsi fikirləri var. Əli, düzdürmü? Düzdür. Belə hörmətli tamaşaçılarımız, bugün də verilişimizin sonuna gəldik, çatdıq. Çox maraqlı, istedadlı həqiqətən də qonaqlarımız var idi. Çox maraqlı bir müzakirə apardıq. Hardasa deyərdim, biraz az olsa da biraz qalmaqal yaşandı burada. Fikir ayrıntıları oldu. Bəli, buyur. Fikir ayrıntıları oldu. Ekran arxasında əyləşən hər bir tamaşaçımıza dərin minnətdarlığımızı bildiririk. Hər zamanki kimi maraqlı mövzularla sabahda, səhər saat 9-dan etibarən Əminə və mənim təqdimatımda bu sabah verilişini izləyə bilərsiniz. Və Əli, bilərsiniz. tamaşaçıların nəzərinə çatdıraq ki, biz 4-cü gün efrimizdə söz vermişdik ki, 5-ci gün Əvəzxan müəllimin yaradıcılıq səhərini qeyd edəcəyik və bəlli səbəblərdən efrimiz olmadığına görə həmin o yaradıcılıq səhərini sabahları qeyd edəcəyik. İnşallah. İnşallah düşünürəm ki, sabahlarda maraqlı bir verilişimiz olacaq. Rafiq müəllimdən gözəl bir şeir eşitmək istəyirəm və daha sonra isə yavaş-yavaş sağollaşacağım. Bir sorumuz deyil, mən də istəyirəm. Madam ki, Nazim Hikmətin adını çəkdi, onun epiqrafı ilə başlayan bir şeir oxumaq istəyirəm. Nə gözəl fürsətdir həyat. Nazim Hikmətin şeiri. Nə gözəl fürsətdir həyat. Qulaqların gözündən öp. Gözəl fürsətdir yaşamaq. Çəmənlərdə çiçək ara. Uzaqca dağlara qalxıb. Gəzib yağışın altında seyr elə göy qurşağını, qənimət bil, gözünə təp ulduzların işığını. Fürsət varkən gedib dolan zümrüd donlu meşələri, öpüb qoxla kol dibində titrəyən bənövşələri, baş vur dənizin qoynuna, qucaqla ağ ləpələri, məhəbbətlə köksünə sıx gül qoxlu körpələri, ürəyində həyat eşqi, seyrinə çıx təbiətin. Nə qədər imkanın çatır, dadına bax hər neymətin. Qoxla güllərin ətrini, ürəyinə təpər gəlsin. Çiçəklərin rənginə bax, sevinsin, gözlərin gülsün, bu gözəlliyi görənin çətin ki, gələ yuxusu. Dinlə nəğməkar quşları, ürəyin nəğmə oxusun.
Qıyma ki qəlbin üşüyə, isin bir eşqin oduna, qəlbində sevda olanın qocalıq düşməz yadına. Sevgi ömrün bəzəyidir. Elə bir insanı sev ki, alıb səni qanadına, göylərə ucaltsın sevgi. Bu dağları, dərələri, gözün bir də görməyəcək. Bir də bizə bu fürsəti Ulu Tanrı verməyəcək. Təşəkkür edirəm. Sevirəm qəlbi sevgi ilə döyünən insanları. Çox sevirəm. Ümid göz açarmış diləkdən əvvəl. Buludlar gəlməzmiş küləkdən əvvəl. Lirika gəlsin. Sevgi yandıranda ürəkdən əvvəl. Sinə göynədərmiş sinə sevgilim. Sən demə ceylanlar duz yalayarmış. Bulağın gözünü buz bağlayarmış. Bilməzdim dalımcan qız ağlayarmış. Ay günə möhtacdır, günə sevgilim. Ömrümdə bu yola yollanmamışdım. Belə süzülməmiş, xallanmamışdım. Mirqasımam, belə allanmamışdım. Tək sənə allandım, sənə sevgilim. Təşəkkür ederim. Çox sağ olun. Minnətdaram. Gözəl şeirləriniz üçün. Təşəkkür edirəm hər birinizə. Minnətdarım. Fikirlərinizə görə. Aylarlıqda özəl fikirləriniz oldu. Bir daha söylüyorum. Hörmətlə yanaşırıq. Maraqlıydı. Çox sağ olun bir daha hər birinizə söylüyorum və gözləyirik yenə də sizi. Əziz tamaşaçılarımız, sizlərin nəsə sağollaşırıq. Sabah 9-da yenidən bu sabah gələcək və sabahınız xeyir olsun söyləyəcək sizə. Elə deməli. Əlbəttə. Öz-özə müğayət olun. Allah amanında hər zaman sevin, sevilin. Nə olursa olsun. Belə əhvalınız olmasa belə, qanınız qara olsa belə yetər ki sevin. Sağ olun, öz-özə müğayət olun. Çox sağ olun, minnəttar. Təşəkkürlər, çox sağ olun. Gelişinle kurtulurdur bu vətən. Sen oldun bu xalqa ümid və güvən. Sen oldun dar gündə köməyə gələn. Ulu bir sərkərdə, ulu bir önder. Ucaqdı hər yerdə bayrağımızı. Yazdı tarixlər ad sanımızı. Tanıttı dünyaya varlığımızı. Ulu bir sərkərdə, ulu bir önder. Ana baxırsan sən işarələri, özündən sonra kabidələri, bizləri tərk etmir xatirələri, ulu bir sərkərdə, ulu bir önder. Ana baxırsan sən işarələri, özündən sonra kabidələri, bizləri tərk etmir xatirələri, ulu bir sərkərdə, ulu bir önder. Heydər adı dastanlara çevrildi, onun qüdrətini yeryüzü bildi. Allah onu yurdumuza yetirdi, ulu bir sərkərdə, ulu bir önder. Zəhmətiyle dirçəltdi yurdunu, gücləndirdi yenilməyən ordunu. Ödəyib dilmin rəhbərin borcunu, ulu bir sərkərdə, ulu bir önder. Məqsədi vətən ucalsın, oğulları düşmənləri dağlasın, anaların gözün sevinc ağlatsın, ulu bir sərkərdə, ulu bir önder. Bu idi məqsədi vətən ucalsın, oğulları düşmənləri dağlasın, anaların gözün sevinc ağlatsın, ulu bir sərkərdə, ulu bir önder.
varsa nişanələri, özündən sonraki abidələri, bizləri tərk etmir xatirələr. Ulu bir sərkərdə, ulu bir ömrlər, bu yiğidi məqsəd ilə tən ucalsın, oğulları düşmənləri dağlasın, anaların gözün sevinç ağlatsın. Ulu bir sərkərdə, ulu bir ömrlər. El bilir ki, sən mənimsən, yurdum, yuvam, məskənimsən, anam, doğma vətənimsən. Ayrılar mı könül candan? Azərbaycan, Azərbaycan.